Məhkəmə iclasını açıq elan edirəm. Əyləşin. Müttəhim Nofər Kələnfəliyev, Azərbaycana məxsus en hərbi hissəsinin sirlərini düşmənə satmaqdan məqsədi nə olmuşdur? Mən heç bir sir satmamışam. Bunlar hamısı məni dolaşdırmaq, cəbhə bölgəsində bir komandir kimi bugün də sevirəm. Bu böhtanların heç biri ilə razı deyilər. Bu sənətlərlə özüm tanış olmuşam. Əsl həqiqətləri ayna kimi əks etdirir. Hansı böhtanla danışırsan? Sən hərbi satqınlığa yol verirsən. Sən də yalan danışmaqla yaxanı qurtarmağa çalışırsan. Mən bir onu bilirəm ki, bu tonu qəsdən vururlar. Amma yaxşı atalar sözü var. Özgəyə quyu qazan, özü düşər. Atalar misalının məsələtindən-sə və satqınlıq edəndə vətənin, xalqın, valideynlərin barəsində düşünürəm. Mənim ata-anamla işimiz olmasın. Onları bura nə haqq çağırmışsınız? Protokol üzrə onların iştirakı vacibdir. Səfidərə bölgəsində en hərbi hissəsinin hərəkət edəcəyi yolları bir komandir kimi sən bilirdin? Yox, burada heç bir gizli iş yox idi. Onu hamı bilirdi. Axarın məlumatlar mərkəzindən birbaşa yalnız sənə verilirdi. Ondan başqaları xəbər tuta bilməzdir. Hə, əgər xəbər tutulursa deməli səndir. Görünür, məlumatı başqa yolla əldə edirlər. Sadəcə, məsələ burasındadır ki, bir komandir kimi o satqınların əvəzində mən cavab vermək məcburiyyətindəyəm. Nofər, sən doğrudan da düz adamsansa, bunlar ara, sən ara. Çox maraqlıdır. Elə bunu bu oyunu düzəldincə mənə sifarişlə öldürdəydiniz də. Sən cinayətkarsan, özü də həyasızlığından. Xeyr, mən cinayətkar deyiləm. Xalqıma qarşı heç bir cinayət törətməmişəm. Bu dediklərinizin hamısını sübut etmək lazımdır. Bu mənəcə sübut ola bilməz. Şahir Ənvər Bədəlovu çağırın gəlsin. Müttəhim Nofər Kələnfəliyev, Ənvər Bədəlov sənin əskərin olur. O sənə böhtan atmaz ki? Adam qardaşına da inana bilmir. Bilmək olmaz Ənvərin adına nə gələcək. O həqiqəti söyləyəcəyini and içir. Ənvər, sən Qoşaçınar əməliyyatında yeganə qalan son əskərsən. Döyüşlərdə fəal iştirak etmirsən, yaralanmışsan. Nofər Kələnfəli barədə verdiyin ifadəni təsdiq edə bilərsən? Bəli, biz çox gözəl hücum əməliyyatı hazırlamışdıq. Hər şey hazır idi. Sərt qayada mövqelərimizi də möhkəmlətmişdik. Qəflətən manevrlə işğal altında olan bir neçə kəndimizi azad edə biləcəkdik. Sadəcə hücum əmri almaq qalmışdı. Onu da Nofər vermədi. Niyə? Nofər bizə xəyanət elədi. O bizi satmışdı. Nədən bildin? Bir neçə dəfə qərargahdan qaydanda onun ermənilərlə, Ratsiya ilə danışıqlarına şahid oldum. Əvvəl çaşdım. Sonra gördüm, yox, elə Nofər özüdür. Mən onda onu aradan götürəcəkdim. Sadəcə əskərlər arasında ixtişaş yaratmamaq üçün şahin qoymadı. Yalan deyil. Mən ondan hücum əmrini tələb edəndə, o bizə planın dəyişdiyini bildirdi. Güya Çəmənli istiqamətində bizə yeni ordu qoşulacağını bildirdi. Heç gözlənilmədən ermənilər ətrafımızı bürüdü. Əskərlərimi hücum altına aldılar, mühasirəyə aldılar bizi. Bu danışdıqlarının hamısı cəfəngiyatdır. Döyüş meydanı kukla teatrı deyil ki, orada istədiyim kimi oynayasan. Tamaşa zalı deyil. Aniden avtomat, pulemyot güllələri ot kimi bürüdü ətrafımızı. Əskərlərimin hamısını itirdim. Görünür saqqalmışam ki, bugün bu alçağı, vətən satqının, xalq düşmanını məhv edim. Əsl iş üzünatım. Sən yaşamağa layiq deyilsən, sən ölməlisən. İndi sözün nədir müttəhim? Bunun danışdıqları hamısı yalandır. Heç biri ilə razı deyiləm. Hə, o solu hərdən özün edir, Nofər Kələnfəliyev. Məhkəmə fasilə elan edir.
Məni şantaj edirsiniz, cənab prokuror. Hə, demək boynuna almırsan, eyb yoxdur. Və sənin gecə kəpçərdiyiniz erməni qadınları, Rimanı, Rozanı, Zoyanı xatırlamırsan, yoxsa bunlar da yalanıdır tanrım? Xeyr, bunların heç biri ilə razı deyiləm. Mən Vazgenin evinə getməmişəm. Ona heç bir plan verməmişəm. Dediyiniz kef məclisində də iştirak eləməmişəm. Nofər Kərəntəli, Günəşli kəndinin sübutu günü sən həbs ediləndən sonra ordunuz kef çəkdiyiniz məclisdə olub. Aşaton səni ötürdüyü erməni qızı kef çəkdiyin Rimanı xatırlamırsan? Şahid erməni qızı Rimanı gətirir. Nofər Kərəntəlini tanıyırsan? Bəli, tanıyıram. Mən bu qızı heç vaxt görməmişəm. Rima Georgiyevna, deyin, Nofər Kərəntəli ilə harda, nə vaxt tanış olmuşsunuz? Günəşli kəndi bir neçə gün alınandan əvvəl kef məclisində Səhra bölgəsinə gəlməkdən məqsədin nə idi? Azərbaycandan zorla qoparılacaq Günəşli kəndini Nofəldən almaq. Sənin bu işi kim var eləmişdi? Ermənistan Kəşfiyyat İdarəsi. Şahid Vazgen Paranyanı çağırın gəlsin. Vazgen Paranyan, sən müddəhin Nofər Kərəntəlini tanıyırsan? Bəli, tanıyıram. Sən bəs Nofər Kərəntəli. Yadıma gəlmir. Unutmuşam. Səninlə Nofər Günəşli kəndini alması planını müzakirə eləmişsiniz. Sonra da həmin plan aşağı ötürülür. Bu faktı təsdiq edə bilərsən? Bəli, ötürülür. Üstəlik əməliyyatın gedişində səhvə yol verməyək deyə əlavə izahatlar, məlumatlar da verib. Nofər sənin təşkil etdiyin kef məclislərdə də olub. Belə məclislər çox olub. Mənim də evimdə, Arakelin də evində. Rimma adlı şux gözəllə kef çəkiblər. Sən Rima ilə Nofərin foto şəkillərini çəkmisənmi? Çəkmişəm. Sadəcə Nofel o qədər içmişdi ki, özündə deyildi. Şəkil çəkilməsindən belə xəbər Həmin çıxmadı. foto şəkillər kimdədir? Şəkillər aşağıdadır. Buna nə sözlükdə? Bunun dedikləri hamısı yalandır. Heç bir foto şəkil çəkilməyib. Hə, bizə lazım idi ki, Vazgen ufaqlar sən üzünə qarşı. Hə, o ki qaldı foto şəkillər, buyurub baxa bilərik. Sənin planına əsasən erməni hərbi hissələri səhər alatoranlıqda Günəşli kəndinə hücum edib, dinc əhalini hər tərəfdən gülləbaran ediblər. Müttəhim Nofər Kərəntəli, sənin casusluğun nəticəsində Azərbaycanın 3 kəndi işğal olunmuş, onlarla qadın, uşaq, qoca əsir alınmış və məhv edilmişdir. Cinayətlərinin həddi hüdudu barəsində əvvəlcədən heç düşünmüsənmi? Bunlara nə deyirsən müttəhim? Cənab dövlət ittihamçısı, bəlkə elə düşünürsünüz ki, Azərbaycanın bütün işğal olunmuş torpaqlarının səbəbkarı mənəm. Suala cavab ver, söz güləşdirmə məqsəddən yayınma. Cənab dövlət ittihamçısının sualı çox müəmmalıdır, möhtərəm sədr. Nofər Yusifoğlu Kərəntəli, səni bu cinayətkarlığa nə vadar etdi? Daha özümü müdafiə eləmək fikrində deyiləm. Bircə atam Yusif, anam Səriyədən üzr istəyirəm. Müttəhim Nofər Kərəntəli, heç olmasa indi sənin ol. Səni bu satqınlığı kim vadə eləmişdi? Vaxtilə qonşumuz olan Aşo, bir də onun anası Siranuş. Möhtərəm sədr, hörmətli məhkəmə üzvləri. Mən müttəhim Nofər Kərəntəlinin atası, yanımda əyləşən Səriyə arvadı isə onun anasıdır. Sizdən çox təvəqqə edirəm. Mənə çıxış üçün söz verəsiniz. Buyurun, Yusuf Kərəntəli. Hörmətli sədr, cənab prokuror. Biz uzaq dağ kəndi Göytəpədən gəlmişik. Biz Səriyə arvadla Nofəli böyütmüşük, onu tərbiyə etmişik. Görünür biz pis tərbiyəçi olmuşuq. Vətən, xalq üçün oğul yox, düşmən yetişdirmişik. Belə bir düşmən böyütdüyümüzə görə, cinayətkar böyütdüyümüzə görə biz də məsuliyyət daşıyırıq. Bugün mən dərk edirəm ki, yaşamağa, başıma papaq qoymağa, el-oba içərisində gəzməyə haqqım yoxdur. Nofəl bizə qarşı da nankorluq edib. Onun bu xəyanəti cəzasız qala bilməz. Mən bir həqiqəti də sizin nəzərinizə çatdırmaq istəyirəm. Buyurun, Nofər Yusuf Kərəntəli. 1955-ci ilin payızı idi. Mən meşəyə ova getmişdim.
Bundan sonra... Ne? Bu şahı bir Allah'a yetin. Sana koyuyor. Bu böyle bir saklayan terbiyeleri. Ortalar oraya, biz de evlat alıyoruz. Ayet biz de evlat alıyoruz. Apar bu evlat alıp, adam alıp, apar. Sevdiğini sıraya bak. Onu böyütdü, nazı ilə oynadı, şıltaqlıqlarına dözdü. Mənim başım işə, gücə qarışdı. Yazıq Səriyə onun əzab əziyyətini çəkdi. Yuxusuz gecələr keçdi. Ona təhsil verib ev eşiyimizə sahib elədi. Nə idi səni bu cinayətə təhrik edən anan kör, ağansız? Səni küçük balası kimi meşiyə atan valideynlərinə xidmət eləmsən? Necə oldu ki, səni oğul deyə böyüdən Yusifin zəhmətini belə asanlıqla yerə vurdun? Gecələr yatmayıb, beşiyinin başında keşif çəkən, sənə doğma analıq qayğısı göstərən Səriyəni xar elədi? Nə idi bizim günahımız? Nə idi xalqın, millətin təqsiri, ana mərd? Mən anlaya bilmirəm. Ömrümüz boyu sənə verdiyimiz tərbiyənin gücü nə üçün bu qədər təsirsiz oldu? Sənin erməni qanun nə qədər güclüymüş, qaramaz. İnsani hisslərini itirmiş Aşotunun, Allah'ını unudan Siranuşun çürük təbliğatına necə inandın? Doğru deyiblər. Ayını, pələngi, meymunu əhəlləşdirmək, tərbiyələmək olar ancaq canavarı yox. Sənə oğul deyən yerdə dilim quruyaydı. Möhtərəm sədr, çıxışımın sonunda bir də deyirəm. Bu işdə günahkar mənəm. Ancaq bu səhvim xalqıma, millətimə çox baha başa gəldi. Xahiş edirəm, məni də cəzalandırasınız. Məsuliyyətə cəhd edəsiniz. Buyurun. Mən savadsız bir qadınım. Burada hamımızın gözləri qarşısında Nöfərin törətdiyi əməllərin üstü açıldı. Vətənə xəyanəti sübut edildi. Bir ana kimi Allah bilir mən içimdə nə çəkirəm. Həcalətdən üzümə girib tapa bilmirəm. Yusuf'un nə dediyi kimi, mən ona belə tərbiyə verməmişəm. Gözlerimden, kibrilerimden onu götürmüşüm. Onu büyütmüşüm. O bizim benim dinime, imanıma, halkıma, milletime. Neyse. Atalar yaxşı deyib. Ot kürkü üstə bitər. Yusuf ürəyimcə danışdı. Mən də öz haqqımı tələb edirəm. Qaytar,